Bizdə məsələn, adətən 10 yaşa qədər olan uşaqların daha çox belə başa düşürəm ki, %95% anada qalma ehtimalı böyükdür. Bu hansı hallarda məsələn atada da istisna edir? Məsələn ki, daha çox deyək ki, məsələn anada yox, bu dəfə atada qalacaq uşaq. Deməli, qanunvericilik bunu net olaraq göstərib. Bəli. Hansı ki, əgər tərəflərdən biri ana və yaxud da ata fərqi yoxdur, alkoqolizmdən, narkomaniyadan əziyyət çəkir, mənfi vərdişləri vardır və psixi problemləri vardır. Hansı ki, belə deyim, ağır dərəcəli hər hansı bir xəstəliyə yoluxmuşdur, yoluxucu xəstəliklərə yoluxmuşdur. Belə olan halda təbii ki, bu zaman uşaqların mənafeyini qorumaq məqsədi ilə biz uşaqlar verəcəyik ataya. Və təcrübədən sizə deyim ki, kifayət qədər uşaqlar atada saxlanılıb. Bugünə qədər kifayət qədər belə keyslər var ki, uşaqlar atada saxlanılıb. Yəni əsaslandırılmış formada məhkəmə qərarı ilə uşaqlar atada saxlanılıb.